gəlirlər. Bax, Azərbaycan xalqı ərəb təxəyyülündən çıxıb babına qaçmalıdır. Bax, uşaq nətər gəlir, aya baxmağa teleskopla. Adamı ağlamağa gəlir. Ərəblər nə vaxt gəlib Azərbaycana? 7-ci əsr. 7-ci əsrdən bu günə kimi hələ onların zibilindən çıxa bilməmiş. Və dostların niyə gəlmədi? Həm mübariz. Adına layiq da mübarizdir. Gör, sənin elm üçün mübarizə aparır. Gəl. O da gəlir. Gəl, gəl. Necəsən? Heç gecələr ulduzlara baxırsınız? Xoşunuz gəlir ulduzlara? Mən sizin yaşınızda olanda oturub ulduzlara baxırdım. Göydə mənim 3 dənə ulduzum var idi. Hələ də var. Ayı belə yaxından görmüşdü. Necədir? Yaxşı yoxsa mükəmməl? Sən də bax. 1, 2. Tərpənmədən. Görə bilirsən? Bax, teleskop onu tutur da, hə? İndi baxın, ay ucu gedib. Çünki ay müəyyən bir sürətlə yerin başına fırlanır. Amma ay öz oxu ətrafında elə bir sürətlə fırlanır ki, öz oxu ətrafında. Biz ayın yalnız bir üzünü görə bilirik. Heç vaxt ayın o bir üzünü görə bilmirik. Ayın o bir üzünü görə bilmirik. O elə bir dənə rindirovka. Efendim? Heç fikirləşirsiniz, görəsən dünyaya niyə gəlmisiniz? Bax, bu yaşam nədir? Hə? Hə? Vətəni qorumaq. Bəs səncə Fikrət? Qorumaq? Yox, mən onu soruşmuram axı. Mən sizdən soruşuram ki, sizin dünyaya gəlməkdə məqsədiniz nədir? Sizcə siz niyə yaşayırsınız? Bax, bu dünya, insan doğulur, böyüyür, müəyyən illər keçir, qocalır, yaşlaşır və dünyədən köçür. Bax, insan bu həyatı boyu nə qazanır, nə əldə edir? Uşaqdırlar, hələ onlar dərk eləməzlər. Əslində biz də hələ dərk eləməmişik, axtarıb tapa bilmirik. Yəni, Biz də axtarırıq.